Dostlar, canlı bağlayıb yenidən açıram. Xalq artisti Rasim Balayev 1-ci Fəxri Xiyabadda dəfn edilib. Mərasimdə xalq artistinin ailə üzvləri, dostları, incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər. Həyatda çox mərd yaşadı. Ən son onunla Türkiyəyə müalicəyə gedən günü danışdıq. Bu sözləri Baku VS açıqlamasında xalq artisti Rasim Balayevin vida mərasimində iştirak edən xalq artisti Ramiz Rövşən bildirib. O qeyd edib ki, Rasim Balayev elə bir sənətkar idi ki, kimsənin onun sındırmağa gücü yetməzdi. Rasim Balayev təkcə dahi sənətkar deyildi, həm də əsl Azərbaycan kişisi idi. Elə bir adamı sındırmaq mümkün deyildi. Mən elə bildim ki, ayağı ağrıyır. Hətta biraz da zarafatlaşdıq, çünki mənim də ayağımda problem var. Rasim Balayev yumor hissi güclü olan insan idi. Allah rəhmət etsin. Azərbaycandan da ki, nə qədər böyle şöhrət qazanmışlar, bir zərrə qədər dəyişməmişdi. Nə ailəsində, nə dostlarında, münasibətlərində. Yəni, insani keyfiyyətlər, hamısı şöhrət adamları o yaşda birdən şöhrət adamları seyir kimi gəlirlər. Gəldi və Əməkdar artist Dilarə Əliyeva isə xəbəri eşidəndən göz yaşlarını saxlaya bilmədiyini vurğulayıb. Onun söhbətləri o qədər maraqlı idi. O danışanda elə bilirdim filmi canlı izləyirəm. Rasim Balayev canlı əfsanə idi. Dünəndən göz yaşım qurumur. Kaş yaşayıb yaradardı.